Hər qızdırması olan uşaq qıcolma keçirə bilərmi? Bugün sizlə febril qıcolma haqqında danışacağıq. Xeyr, hər qızdırması olan uşaq febril qıcolma keçirməz. Febril qıcolma adətən hansı yaş aralığında daha çox rast gəlinir? 0-6 aydan 6 yaşa qədər olan uşaqlarda febril qıcolma daha çox rast gəlinir. Hansı uşaqlarda febril qıcolma riski daha yüksəkdir? Ata və yaxud da ki, anası uşaq vaxtı febril qıcolma keçirən uşaqlarda febril qıcolmaya yatqınlıq daha çox müşahidə olunur. Qızdırma temperaturu hansı aralıqda olarsa febril qıcolma daha kəskin hiss olunur. Febril qıcolma 37,5-dən tutmuş 40 dərəcəyə qədər müşahidə edilə bilər. Bunun heç bir fiks bir aralığı yoxdur. Yəni düşük temperaturda belə uşaq febril qıcolma keçirə bilər. Əgər uşaq gözünü bir nöqtəyə dikib baxırsa, çağırışlara cavab vermirsə, bu da febril qıcolmanın bir əlamətidir. Doktor, febril qıcolma zamanı valideynlər nə etməlidir? Bu mövzu çox geniş və dərin mövzu olduğu üçün bu mövzu haqqında növbəti postumuzda daha geniş məlumat verəcəyik.